Salam əzizləyicilər, bugünkü avtomobilimiz 2006-cı ilin Volkswagen Touareg-dir. Deməli, belə bir problemləri var ki, avtomobil pultdan açılmır. Komfort xəttində olan bütün qurğular işləmir. Əzizləyicilər, kompüterə salmışıq avtomobili. Deməli, burada belə bir xəta kodu var. Combination Comfort Data Bus Defective. Deməli, əzizləyicilər, bu avtomobilimizin kan xəttinin sxemidir. Bizə lazım olan kan xətti bax bu hissədə yerləşir. Bu hissədə yerləşən qurğular hansıdır? Park radar moduludur, qapıdır, klimatronikdir. İndi biz bir-bir bütün bu sistemləri ayırıb baxacaq görək harda problem var. İzləyicilər, avtomobil sökülübdür. Deməli, burada sürücü ayağı altında su var idi. Klimat hissə sökülübdür. Qapıların hamısı ştekerlərdən çıxmışdı. Problem aradan qalxmamışdı. Problem gəldi. Bax bu hissədən çıxdı. Deməli, burada parklanma modulu var. Belə bir yaşıl oksid var. Ona görə də avtomobildə heç bir sistem işləmirdi bu kan xəttində olan. İndi onu da təmizləyib, qoşub sizə göstərəcəyik. Avtomobilimiz yavaş-yavaş yığılır. Bu da Orxan ustadır. Orxan usta maşını təmir elədi. İnşallah yığandan sonra da sizə göstərəcəyik. Əzizləyicilər, avtomobili yığmışıq. İndi yoxlayaq pultu. İşləyir. Səs də gəlir. Bilməm kamera düşür yoxsa yox. Deməli, bizdə problem parklanma modulunun içindəki oksidləşmə idi. Diqqətiniz üçün təşəkkürlər.